Hamınıza salamlar dostlarım. Bugün mesela başladığımız ve anladığımız kimi Dark Play kanalında PlayStation 2'nin Spider-Man Web of Shadows'unu oynuyoruz ve bugün level 5'i oynuyoruz. Level 5'i biraz özüm için oynadım. Yani böyle bir hemen bunu restart mission edeceğim ve yeniden başlayacağım. Baxaq burada özellikleri yığmışdım əvvəlcədən. Çox şey yoxdur burada. Hörümcək adamın və Simbotun əvvəlcədən artırmışdım. Biraz qüvvətini artırmışdım. İndi isə normal Spider-Man qüvvətini artırdım. Çünki oyun doğrudan çox çətin olur. Bu 5-ci level'ın yəni düşmənləri çox əsəbdir. Yəni burada deyir ki 14.50 dollar eləyir. Burada deyir ki ən aşağıda deyir pul istəyirsən deyir gələn dəfə daha yaxşı bəxşir. Burada deyir ki çox sağ şey görə belə davam et. Nə elə danışıram. Mən də mehriban cavab verdim. Çox sağ ol dedim. Simbot rejimi həmişə kobud cavablar verir. Kobud cavab verir adamları. Burada adam var. Ay yox. Bir dakika dostlar, oyun bayağı donur. Grafik güzeldi. Orada yine adam var. Oha, adamları öldürdükcə bir spam olurlar. Ama spam olmaları da yaxşı. Çünki əlavə yenə puan verirlər. Yəni puansız şəkildə spam olmurlar da. Ona görə yəni spam olacaqları qədər spam olsunlar. O qədər də yaxşı, puanım artır mənim. Bir şey deyəm, buradan artıq spam olmurlar. Bir dənə adam var burada, onu öldürəcəm indi. Baxın, bu şəhərləri belə hündürdən baxmaqdan çox xoşum gəldi. Gelelim. Görev tamamladım ve burada başına kutu atır, gördüğünüz kimi. Mundar eləyir onu. Bu əslində Spider-Man'in dostudur burada. Axırda nəsə düşmənçilik zət başlayır. Sonra ən axırda bu boss olur. Boss kimdə bunu öldürməliyəm. Yəni özü də çox güclü bir bossdur bu. Yəni bu da hələ belə bir boss deyil. Harda olursan ol sənə yəni zərər verəcək də. Orada adam spam deyil, indi orada spam. Davay ölme. Pas oldu. Siz de ölün. 40 puan beleş olarak kazandım. Dostlar, indi isə mən sizi yorumlarda gözləyirəm. Sizcə qırmızı Spider-Man daha yaxşıdır, sadə Spider-Man, yoxsa Simbot olan qara Spider-Man? Sizi yorumlarda gözləyirəm cavablarınızı. Və burada gazet satan adam var, gazeteci. Onunla danışım. Deyir ki, yuxarıdakı adam. Salam cavan adam. Gazetlər ilə maraqlanmaq istəyirsən? Mən deyir bu yaxınlarda gazet oxumuram. Deyir ki, əslində bura mənim yolum düşməyə yaxşı olmadı. Nə belə.
deyir ki adam, bağışla mən koram, mən sadəcə qəribə səsləri eşidə bilirəm, amma mən doğrudan da sənin bunu elətdiyini bilmirdim. Burada kömək deyir Spider-Man kömək eləyə bilərəm. Burada bilmirəm nəsə deyir, sonra qaçır gedir. Çox sağ ol deyir, yəni təklif edir onu nəsə. Baxın dostlar, bu yaratıqlar pazdılar da, paz, Allah haqqı. Yəni çox gəlirlər, həm də güclüdürlər. Allah, 20 puan falan verir bunlar. Burada bir tane adam var. Deyir ki, bax ora. Oraya bax, oradakı bina yanır və sən bunu söndürməlisən. Bir dəqiqə. Nəsə, burada kömək istəyir. Mən burada deyir ki, sənə cəhd verəcəm, yəni yoxlayıb. Baxın, bu yanır, gördünüz mü? Bina var orada. Qatarca keçir oradan, yanır. Onda deyir, təhlükədədir. Yəni, orada gördüyünüz kimi su çən var idi. Onun üstünə tor ataraq çəni qırmalıyam yerinə və çənin içindəki su töküləcək alovun üstünə yanğını söndürmüş oldum və görev tamamlayacağım. Ya çox da puan verir də. 60 puan verir yəni. Baxın dostlar. Alova dəydimsə ölürəm. Hələ bir maraqlı bir moment da var. Dostlar, bir də ki bu bölümün videosunu axıra qədər izləyin. Çünki bossu öldürəndən sonra oyundakı ən maraqlı, bəlkə də bu oyunun ən maraqlı anı 5-ci levelin, yəni ki bu levelin sonunda baş verəcək. Yəni doğrudan da çox maraqlıdır. Vallahi elə bir şey baş verəcək. Həqiqi maraqlıdır, Allah haqqı. Yəni onu mütləq baxmalısın. Mən doğrudan çox ləzzət alıram. Baxın, bu çəni sındırmaq lazımdır. Oha, düşdüm. Yavaş. Kudurdu ne ya? Bunun bir zanı kaldı. Bir tane vursam öldü. Öldü. Ay da taşı bir yere. Allah bəstirində öldüm da. Can doldurmalıyam. Bu özelliği yavaş yavaş canımı doldurur. Ya Allah. Oha, ne gördüm ben. Uf. Biri vurdum. Ay da yine taş bora değdi mi? İyi bezdi mi? Ay da. Yukarı atmak istedim, elim şuş gedir. Zaten hemen zibili yine yaşamıyor da. Oyun da yani bayağı donur da bayağı. Evet dostlar, birim vurdum. Bu da 60 puanı verip gördüğünüz gibi su töküldü ve yangını söndürmüş oldum. Yukarıda tünel var gördüğünüz gibi, oradan geçsem ne bileyim adamlar çıkmayacak qabağıma. Bakın buradan geçsem pis olacak. Ama ki belə baxsaq, bu aşağıda bir tane divar var. Yani onu sındırıp heç olmasa oradan geçsem, yani xeyli adam spawn olacaq orada. Uf, ölürəm də, yəni ölürəm. Uf, Allah. Allah, kaç. Bunlar dəqiq məni öldürəcəklər. O yaxşı ki tapancalı adam deyil. Çubuqlu adamdır. Sopa. Yanlarına çok girmək istəmirəm. Belə uçacaq. Aha,
Can pan. Əla. Çox az verdi amma yenə də ona şükür eləyək. Oha, tapancalı adam var. 2 dənə tapancalı adam var. Bir də. Oyda, elə bildim öləcəm. Sonra yadıma düşdü, can pan almışdım. Sənə də biraz mələdim. Nəs gördünüz kimi oradan tunelin qapısını açdım. Qatar gəldi. Of! Değdi. Allah kaç. Qatar vurdu. Oyda. Ay qatar vurdu bunlar eləmə. Spiderman'i göydən tulladılar. Bunu burada yaddaşda saxlayıram. Niyə görə? Baxın, olmadı. Burada bir tane görev var. Ayda, yine olmadı. Bir dakika olmadı. Aa, oldu. Dostlar, mən sizə dedim ya, Spiderman'in dostu var idi. Gəldi oyunun başında ona söhbət elədi. Bir dənə adamın başına qutu atdı, öldürdü onu. Həmin adam idi zəng eləyən. Ona bir dənə bilmədən pislik eləyirəm. Görəvi aktiv eləm. İstəmədiyi bir görev. Yəni oxumuşam mən hamısını, başa düşmüşəm. O, yəni görevi aktiv eləyib. O sonra baxın, burada Venom kimi qara rəngli irin simbiyotlar var. Həmin adam simbiyota dönüşür oyunun axırında və o simbiyot versiyasında olur. Onu yəni çox pis vəziyyətə salır bilmədən. Yəni onunla da savaşmalı oluruq. Dostlar, məni daha pis günə qoydular bunlar. Dostlar, burada bir dənə adam var. Deyir ki, yo, göyərçinləri qova bilərsən. Məni narahat eləyirlər. Yəni gic işlərlə həqiqətən məşğuluq biz. Bax, burada göyərçinləri qovduq. Gördüyünüz kimi getdilər. İndi bura getdilər. Bunun da bir dənə göyərçin qaldı. Bir başqa yerə getdi, bir başqa yerə. Bunu da qovaq. Bunu da qovduq, gördüyünüz kimi. Burada 2 dənə göyərçin var. Onları da qovaq. Yəni yaxşılıq edək, yaxşılıq qazanaq da yenə də olsun. Burada bir dənə göyərçin var, gördüyünüz kimi. Axırlardaydı. Slime'lar çox qəşəng yapışır adamın ayağına. Yenə var. Uf, bayağı uzaqdadır, bayağı. Atsattım. Artıq qovdum. Əla. Adam da qaçdı gördüyünüz kimi yerinə. Çox sağ ol dedi. Görevdə tamamladıq. Yəni sağ olsun da. Eyvallah. Yəni də insandır da. Dostlar, bunları bir tez mələdim. Öldü. Hamısı öldü. Ooo, can panı. Baxın dostlar, slime'a baxın necə yapışır. Çox qəşəngdir, bu yapışmaqdan xoşum gəlir. Miyav deyir. Spiderman de deyir ki, bu pişik bura necə çıxır? Neyse də onu da qurtarırıq. Uf, can pan. Al.
Hayda aşağı düştü. Oo, bu da bir başka düzde. Yani ne kadar başka bir düzde. Oo yine spam oldu. Bir de bunu da öldürsün yine 20 puan vereceğim. Ya o da büyük de. Elektroşokür var burada. Bundan bir de görün ne kadar canı kar değdi diye bilmem. Hiç demiyorlar canı karmıyor. Yani böyle basıp kesmiyorlar. Yetime de değil. Dostlar artık boss gelir demiyorlar. Buradan şartsız düşünüyorum. Burada adamla danışırız. Geldiler yine. Dostlar xahiş edirəm videoma abunə olun. Videoma like atın, kanalıma abunə olun. Olar. Yəni bu qədər əziyyət çəkib sizin videolar çəkirəm. Bir dənəsi qaldı. Uf, haradan çıxdı lan mənim? Neyinə də matrik rejim atıyor. Bunu hiç dağ boyda Venom eləyə bilmir. Dostlar artık binanın başındayım. Gördüğünüz kimi bakın. Ya bu binalardan düşmək. Yəni də bakın buradan düşsən yani dəhşət bir şeyler olur. Oo qırğın. Böyle. Dostlar bir dakika bunu atayım. Oo dostlar buradan düşmeyebilirsiniz nədir? Çok maraqlı bir an diye. Yavaş yavaş. Allah bəssin. Puan veriyoruz da bunları öldürəndə. Yaxşı da ha. $20 puan verdi. Yemedim puan verdi. Yine verdi. Yine 20 puan verdi. Ve puan biri de var. İkisi var. Her dostlar. Bunu da öldürerek. Artık puan veririz gözümüz için 20 puan bayağı verirdik. Bunlara vereceğiz. Geldi yine bro.
Baxın dostlar, indi buradan aşağı hoppanacağıq. Bir dakika can koydum özümə bir dəqiqə. Buradan indi aşağı hoppananda baxın nə olur. Ya maraqlı. Buna baxın. Düşdüm bura. Kimdir? Kim lan bu? Görev qəbul elədim. Bilmirəm nə görevdə. Haradan düşdüm? Çətin məsələ düşü bu. Bunu da öldürdüm. Yukarıda hiç ne yoktu. Dostlar devam edirik. 2200 tane puan aldık yani bir oyununa göre. Ay yavaş. Kaçtı. Bunlar da puan verir. Oo verdiler ha puan. Verirler ha bunlar puan. Yaman verirler ha 20-20. Bunlar puan verirler. Of. Bir dakika düşmeyelim. Vermedi. Büyük ihtimal vermedi. Ay da bu adam var ha bu adam. Çok belə təhlükəli adamdır. Düz binanın başında canım. Şurada. Şu boss geldi artık dostlar görüyorsunuz. Aha boss geldi dostlar. Şu boss'tur yani bu battık da yani. Allah ekber taksi geldi. Polis zakaz verirler. Bol zakaz verirler. Polisle gelirler. 2-8 Hatay'dan Nermanova. Aa, Spider-Man burada da yani onların dostluğumuzu değil. Burada nasıl olur? Deyir ki sen pis Spider-Man. Sen deyir mənə pul ödəməlisən. Spider-Man deyir ki mən niyə? Biz eyni tərəfdə deyildik. Yəni yaxşılığın tərəfindəydik. Yəni burada da mən bunu deyirəm. Hə dostlar devam edir. Deyir ki yuxarıda deyir ki deyirsən qatarı nəsə yüklədin və mənim küçəmdə sən qatara oynadın. Deyir ki sən düşünürsən ki bu əyləncəlidir. Deyir ki mən fikirləşirəm ki qara kostyum doğrudan da sənin beynini korlayıb.
Torbaş. Deyir ki, mən səni dayandıracağım, bunu etməmişdən qabaq sənə zərər verəcəm. İndi isə gəl sakitləşək, Spiderman deyir. Mən əminəm ki, bunların hamısı böyük bir səhvdir. Çabuk cavab verəcəm, deyəcəm sənə incitəcəm, mən gəldi, korpusa baxacağım. Dostlar, bu bunun küçəsiymiş, bütün level bulunmuş, bütün şəhərzad küçə bulunmuş, Allah sənə bəla versin, bu bir. İkidəki görməyə bura kişilənmirsən, hə? Küsəni alsanız və küsəni mənim dədəm aldı da, bilirsən də yəni. Mənim də dədəm Venom'dur. Venom. Küsəni mənim dədəm aldı. Bilməsən. Yavaş ola, öküz. Yavaş, sindirdin. Ay, səndə o korpus girmək varsa, məndə də korpus. Nə deyim valla, əla bir moment idi. Aa, sən çox oldun, Allah haqqı, sən qudurdun ucu. Zarfatsız sən ucu qudurdun. Bir Venom zərbəsini açın. Duxum çatıb gəl. Gəl, bili. Ada, indi başlayacaq da yerə. Kişiləni bir də, güyə. Yavaş. Ekran silkələndi, yuh. Ama öldüm hemen daha, ne versen sen? Öldüm ya, iş. Mutlu baştan ayağa, sen öl. Özüm ölüm. Bir dakika onu tezleştireyim, böyle kınıklara basarak. Mən Simbox rejimə keçeyim. Görünür səndə korpus girmək varsa məndə də var da. Bu dəfə birinci korpus girən mən oldum. Bax üstündə olmuş. Yenə qucağın altı uyuyacaq. Yəni dostlar, bu boss əslində Spiderman-lə güclüdür ki, bu level'da yəni Spiderman-i o döyür, turluyur da, yəni görsünüz də, hərflərin üstünə yuxarı turluyur. Yəni Spiderman əslində bu qədər yenilən deyil, amma doğrudan o güclüsə oyunun yaratıcısı, yəni onu belə tasarlayır da, yəni Spiderman yenilməz bir karakter olarak tanınır. Düzdür, yenilir əslində benim Spiderman-lə güclüdür, yəni gücünü desək, Venom Spiderman'ın gücü sadece taksiksiz savaşır diye taktik eləmədən. Ona göre Spiderman onu uda bilir. Aslında güc cəhətdən şey boğdu yani. Sen çok oldun ya, sen çok oldun. Öldürdün. Ama öldürdün beni. Oy, bunlar öldürdün beni. Öldü mü? Ayda. Gel. Allah bəsdir də. Allah bu nədir? Allah xərçəng şəkil var orada, krabın. Korkulu. Ay, heç olmadı. Ananı avradını. Oyun dondu. Bir dakika ben gələm. Dostlar, anasını avradını, anasını satayım. Heç nə eləmək olmur. Baxın. Heç nə eləmək olmur oyunu. Bir dən bunu eləmək olur. O gün mənim başıma gəlmişdi. Gözlədim ki, düşmənlər mənə öldürsün. Sonra düzəldi. Tükürüm də yəni, nə deyim. Gözləməliyəm mənə öldürsün. Can da az yedir. Özdə nəsə olur. Aa, dostlar, o dedi. Mənim şəhərimdə nədir? Mənim şəhərimdə sən qatarın knopkasını işə saldın və
Qatarın yol bağlamışdı, ona görə qatar gəlmirdi. Bunun qatarları imiş. Buna görə mənimlə dalaşır. Mən başa düşdüm. Mən indi başa düşdüm. Bəli, başa düşdüm. Hokka vermişəm da bu şəhərində. Ona görə dava eləyirəm. Yenə tullayacağım, quzağını alacaq. Ayda, çəkib zampanın olmayı. Çox oldun ha sən. Korpus girdi ama işləmədi. Buraya gələ. Dostlar, yine bunu koştuğumda bilmem ne olacak. Ey Allah, hiç olmadı, ey Allah. Olmadı. Gel öldür de, gel öldür beni. Qalxan koştum dostlar. Yani canım çok az yiyecek. Bir dakika dostlar, ben size demiştim ki uşaqlıqdan bəri bu oyunu oynayayım. Ama hiç vaxt bunu yoxlamamıştım. Oha, bu da var. Ayda, öldürəcəkdim beni. Dostlar, burada can vereceksin, can puan falan. Bunu üstüne atanda yine təsirlerimi sindirir. Can puan, can puan. Uf, xeyli canım doldu. Ne görün ne olacak? Dostlar, nerede mənası, nerede söğüşdü yani. Gidin Google Translate'den bakın. Thanks nerd. Söğüşdəki yani çok sağ ol söğüşü yiyəsi belə dislike zadı göstərir. Dostlar, çok acınacaqlı bir vəziyyətdir. Dostlar, şu oyunun axırları yani öldürdüm. Da kucağına alıp beni tullayan değil. Allahu Ekber. Allahu Ekber. Ayda, öldüm mü? Ayda. Ayda, öldüm mü? Dostlar, əslində heç bir bossda demək olar ki, can puan zad qoyulmur da, yəni arenanın ortasına. İkinci levelin bossunda verildi can puanlar, 5'ten can puanı. Burada bir dənə, yəni bilgilərdə verilir də, 4-cü leveldə verildi, 5-ci leveldə verildi, 6-cı levelin bossunda bəli çox verilir, yəni çox güclü boss çünki. Yani yekə bir dənə Matrix gücündə bir robotla cumur üstünə. İnanılmaz bir robotdur o da. Mega bir robotdur. Ne gələ, babillik. Ayda yine başladı, kişiləndi də. Dostlar, mən beynimi söndürəcəm, mən bilmirəm heç nə. O korpus istəyirsə, mən də ona korpus istirəcəm. Bura gələ, qudurdun olsun. Uy, ne kadar can.
Allah nə qarsın? Dostlar, qalxan rejim açsam. Yəni bilmirəm də, ölsəm öləcəm. Oha, mutlaşır da. Öldürdüm dostlar. Bakın lütfen buna bakın. Bakın ne olacak. Bakın bakın. Bakın bakın. Özün at. Sevindi özün at aşağı. Sevincinden özün tulladı aşağı. Yani oyunun en maraqlı anlarından biri budur mənim üçün. Yəni ki dostlar, bugünlük videomuz bu kadar idi. Yəni ki kanalıma abunə olub videoma like atmayı unutmayın. Ola bilsin axşam 6-cı levelin videosunu atım. Yəni sağ olun, salamat qalın.